X5'in sahibi durup der, X5 yoksa Yox, Volga. qulaq asın, müştərilər də burada. Məni üzə qoyma, X5'in sahibi durup der, X5 yoksa Volga. Alıcı gəlib. Mən desəm X5-ə Volga- gəlib, yoxsa Volga'ya gəlib. Hər maşının özün fanatı var. Niyə görə mən dedim X5 yoxsa Volga? Bilirəm dostlar yazacaqsınız ki, əlaqəsiz bir sualdır. Amma bugün bazarda səsküylü bir Volgamız var, 31. Volga X5'dən bahadır, xəbərin var. Vallahi bahadır. Bilirsən ki, Hə, bilirəm, eşitdim ki Neçə? 20 minə deyirlər. Nə Qaqam, neçə danışırsan? deyirsən qadam? Görsən 18 yarım. 1500 keyf elə. şok. Gəl, Bu gəl nə görə hansı 31'dir deməkdir? o. Gedək baxaq görə, hə də Dostlar, 31. söhbət bu 31'dən gedir ki, Baxın. bazarda, şəhərdə belə Bir dənədir. keyf elədiyiniz Bugün maşınlar var, bazarda inanmarka, onlardan hamısından Volgadan bir bahadır. dənədir. Bir dənədir. Maşın sahibi bir cavandır. Deyir ki 8000 manat pul xərclədim. Gəl, Üzərində Mercedes diskləri və tavana baxırıq ulduz Ulduz tavan. Alikantar oturacaqlar. Belə bir gözəl sükan. Lipo verəcəklər. Necə? Lipover. Bir dənə Əyləşin biz zəhmət olmasın, bir sizi dənə zəhmət olmasın. Kondisioner var maşında- dostum, kondisioner işləyir. oturan yerdə göstərək. Nə əlavələr elədiniz deyək. Mercedes disklər, Perodok təmiz Mercedes yığılır. Vayimiz güzgülər, ulduz tavan, kondisioner, aparaturası. Harda yığıldı maşın? Maşın Bakıda yığılır. Bakıda yığılıb. Qaqa, sən nə ağılla bu qədər xərc qoydun? Yox, yaxşı mənada deyirəm ha. Yox, nəyə düşündün bu qədər xərc qoydun buna? Yadigar dana görə. Dəyər. Yadigar olduğuna görə, ayıs ol. Zavodskoy mühərrik. Palabalas maşındır, bir dəfə. Belə bir vəziyyətdə nömrənin də sonu 31. Deməli dostlar, bazara 20 minə satışa çıxan bu Volga yenə də gündəmdə olacaq bilirəm. Amma yekun qiymət 15 15 min min manat. manatdır. Zarafat deyil, 15 min reallıqdır. manat. Vallahi zarafat Kim deyil. sayarsa gəlsin maşın sahibinin qapısında, baxsın maşına canlı, əlavə heç bir problemi yoxdur. Olursa sahibi qarşılayacaq. Əsas odur ki, maşını kreditlə də biz təklif edirik. Bəli, 6000 ilkin ödənişdən mümkündür kreditə salmaq. 15 min manat maşının son qiymətidir. Maraqlanan şəxslər 051 814 15 81 WhatsApp-a yazırsınız. 2000 il buraxılır. 2000 Kimin buraxılır şimdi. buraxılış, kondisionerli Qaqa, Volga. maşın böyükdür sən. Gəz balacadır. Sizdən balacadır. Hə. Yüngülü var mı? Ay 25 ilin maşını Cavan vallahi oğlandır, sən 2025'in neynirsən, maşını. Nə danışırsan ha? 2025'in maşını. Limit. 2025'in maşını oxşur. O vaxtları bunu katiblər. Bilirəm, bilirəm. Hətta bu yaxınlarda Qazaq rayonunda Prado ilə gözüm qabağında dəyişiblər. Nə Kondisioner nə var yox? maşında. Baxaq. Kondisioner var, hər bir şey var. Maşın sahibi Qaqa, son 20 qiymətini minə, deyim. 20 minə bazara çıxardıb, amma birdən-birə gözəl bir indirim Son eləyib. qiymətindəyim qaqa. Bax 20 mindən düşdük. Qoy 15 min manat. Real alana 15 min manat. 8 min də üstünə pul xərcləyib kişinin oğlu. Sağ ol. Halallıqdan Allah satmaq zarafat istəyir. eləmirəm. Quran haqqı real söhbət edirəm. Dəyməz ha. Yəni çiçək kimi Volqadır və Bir sən nə bazarda qədər bir xərc dənə qop qardaş. Bir sən nə qədər xərc qop. həvəskarı gəlsin. Biz buradan səslənirik. Volqa həvəskarı gəlsin. Pardan yürüsən olur çiçək kimi. Oskun nə gəlir? Bəli. Nə gəlir üstündən? 15 min manat. Vallahi həqiqətən bu maşını alın rent-a-karan sürün partladar. Rentakara. Hətta toy maşını, gəlin maşını. Yanında bir də Roz 24. Olar. Roz 24 reklam Pul eləmişdi. olandan sonra hər şey olar. Biz Roz 24 reklam eləmişdik. Biz reklam eləyəndən sonra Partlatdı da. 200 manatdan sonra gedirdi Gəncədə. Rol 24. Eşitdin də o xəbəri? Bəli. Arada bir bizi də xatırlayın. O cür yəni çəkilişlərimiz olub efirlərdə. Partlatmışıq. İnşallah Allah bazar versin, əlaqə nömrəsi deyək, bir dənə də əlaqə sahibinin nömrəsini deyək. Əlaqə 070 277 1000. Zəng edin həmin Bir daha nömrədə. təkrar edirik. 070 277 1000. Nömrə qeyd olundu. Birbaşa maşın sahibinə müraciət edə bilərsiniz. Kreditlə almaq istəyənlərsə 051 814 15 81. WhatsApp-a yazırsınız. Kreditlə almaq istəyirəm. İlkin ödəniş. 6000 manatla qardaşımız salacaq. Hə. Əsas odur ki, gəlin canlı maşına baxın.